İstilik effekti mövzusunun ətraflı yazılı cavab tələb olunan tapşırıqlarına baxaq. Reaksiyaların təsnifatı və istilik effekti. Butanın yanma reaksiyasının istilik effekti 3300 kilojul. Gəlin butanı yandıraq. C4H10 yanır, oksigendə alınır karbon qazı və su. Əmsallaşdıraq, 2-yə bölürük hidrogeni. Tək rəqəm alınırsa, maddənin qabağına 2 atırıq. 8, 2, 20 dənə 10, 16, 26, 13 oksigen edir. Və bu reaksiyanın istilik effekti 3300 kilojoldur. Onda biz bilirik ki, yanma istiliyini tapmaq üçün yanan maddənin əmsalına bölmək lazımdır. Yəni 3300 kilojolu 2-yə bölürəm. Edəcək 1650 kilojol. Və növbəti suala baxaq. Deyir ki, əmələ gələn karbon qazının həcmi 825 kilojol istilik alındıqda, bunun rəngini dəyişək. Yazıram 825 kilojolda soruşur ki, məndən nə qədər karbon qazı, neçə litr, x litr, 3300 kilojola isə 8 vur 22,4 litr. X bərabərdir 825 vur 8 vur 22,4 böl 3300. Bu da edir 44,8 litr. Deməli, birinci bu olacaq, ikinci də bu olacaq. İkinci suala baxaq. Fosfor artıqlaması ilə götürülmüş oksigen ilə yandırıldıqda, fosfor oksigen ilə yananda alınır P2O5. Əmsallaşdıraq. 750 kilojol 31-ə 750 kilojol istilik ayrılır. Reaksiyanın istilik effekti 4 vur 31-ə isə X. Bax, bu 4 vur 31-ə, yəni reaksiyada nə yazılıbsa, o qədər fosfor yananda istilik effektini tapmış oluruq. X istilik effekti bərabərdir 31, 4 vur 31 vur 750-yə. 3000 kilojol edir. Bu birinci. İkinciyə baxaq. Fosfor 5 oksidin əmələ gəlmə istiliyi, əgər biz istilik effektini tapmışıqsa 3000 kilojoldur. Onda P2O5-in əmələ gəlmə istiliyi deyəndə P2O5-in əmsalına bölmüş oluruq. Yəni 3000 böl 2 edəcək 1500 kilojol. Bu da ikincinin cavabı. Üçüncü suala baxaq. Yenə də fosforu yandıraq. Alınır 2 mol P2O5 və reaksiya tənliyinə və qrafikə əsasən reaksiyanın istilik effektini və fosforun yanma istiliyini hesablayın. P-ni verib 12,4 və ayrılıb 301 kilojol. Mən də bilirəm ki, 4 vur 31-ə Q istilik effektini tapa bilərəm. Yəni, hansı ki, bura yazılan var ya, onu. Q istilik effekti bərabərdir 301 vur 4 vur 31 böl 12,4. Edir 3010 kilojol. Bu olacaq nə? Rəngini dəyişirəm. Bax, istilik effekti 3010 kilojol. İndi mənə deyir ki, fosforun yanma istiliyi 4 fosfor var. Yəni, nə demişdik? Yanma istiliyi deyəndə Q yanma bərabərdir istilik effekti böl yanan maddənin əmsalı, yəni 4. Onda 3010 böl 4 eləyəcək 752,5. Bu birincinin cavabı, bu da ikincinin cavabı. Dördüncü suala baxaq. Reaksiya tənliyini yazıram. Biz demişdik ki, reaksiya tənliyində əgər mürəkkəb maddələrin əmələ gəlmə istiliyi verilibsə, onda biz istilik effektini tapa bilərik. Yəni, bu 2 vur maqnezium oksidin əmələ gəlmə istiliyi 601,5, 1 vur CO2 393,5. Yəni, ikinci tərəfdən birinci tərəfə çıxıb reaksiyanın istilik effektini tapa bilərik. Q istilik effekti bərabərdir 2 vur 601,5 çıx 393,5.
Bu da edəcək 809,5. Bu olacaq reaksiyanın istilik effekti. Elə buradan yaza bilərik. Rəngi dəyişim. Plus 809,5. İndi mənə deyir ki, maqnezium və karbonun yanma istiliyi. Maqneziumun üstünə O2 gələndə alınır maqnezium oksid və yenə də burada biz belə eləyə bilərik. Maqnezium oksidə baxırıq. Əmələ gəlmə istiliyi nə qədərdir? Biz buradan əmələ gəlmə istiliyini tapa bilərik. Q əmələ gəlmə bərabərdir. Q/2. Düzdür? İndi əmələ gəlmə istiliyi verib 601,5 bərabərdir. Q istiliyi bax 2. Bu da edəcək. Deməli Q istilik effekti bərabərdir. 2 vur 601,5. Bu istilik effektidir. Bura əmsal düşür. İstilik effekti 2 vur 601,5 və bizə deyir ki, yanma istiliyi də elə yanan maddənin əmsalına bölürük. 2 gedəcək. Sonra keçdik karbon qazına. C üstəgəl O2 alınır CO2 və burada yenə də bərabərdir. Çünki əmsallaşdırma yoxdur. Yəni karbon qazının əmələ gəlmə istiliyi elə karbonun yanma istiliyinə bərabərdir. Yəni 393,5-ə bərabərdir. Yəni buradan da görünür əmsalların bərabər olmağından, bir yox, bərabər olmağından. Burada da baxın, bərabərdir. 5-ci suala baxaq. 3,2 qram metanın tam yanması zamanı bu qədər. Metanı yandıraq. CH4 üstəgəl O2 alınır. CO2 üstəgəl H2O2. Oksigenə də 2. 3,2-yə 176 kilojoldur. 16 qrama isə Q istilik effektini tapırıq biz. Onda Q istilik effekti bərabərdir. 16 vur 176 böl 3,2. Edəcək 880 kilojol. Yəni bizim istilik effektimiz 880 kilojol olacaq. Bu birinci. İkinci, əmələ gələn suyun kütləsini 3,2-yə x-dır, 16-ya isə 2 vur 18-dir. X bərabərdir. 3,2 vur 2 vur 18 böl 16. 7,2. Bu da ikincinin cavabı olacaq. C4H(x) x-in yerinə 10-da ola bilər. 8-də, 6-da. YO2, 4 dənə karbon qazı, 4 dənə su. Suya baxırıq. Hidrogen 8, onda x-imiz 8 olacaq. Oksigenə baxırıq. 8 dənə oksigen burada, 4 dənə oksigen burada, 12 oksigen. 12-ni deməli 2-yə böləndə 6. İndi burada YX soruşmur ki, soruşmur. Reaksiya tənliyinə əsasən 0,5 Q istilik ayrılan zaman maddənin kütləsini qramla hesablayın. X Q qədər olanda isə nə qədər olur? 4 deməli 56. X da bərabərdir, eləyəcək 28 qram. Bu birinci. Yanmaya sərf olunan oksigenin normal şəraitdə həcmi elə tənasüb qururuq 28-ə oksigen deyir x litr, 56-ya isə 6 vur 22,4. Bununla bu getdi ixtisar, bununla bu 3 vur 22,4, 67,2 litr olacaq. Bu da ikincinin cavabı. 7-ci suala baxaq. Etanın yanması zamanı bu qədər istiliyə ayrılıb. 6 qramın etanın yanması zamanı. Etanı yandıraq. C2H6 üstəgəl O2. Biz bilirik ki, hidrogeni 2-yə böləndə, etanın tərkibində olan hidrogeni 2-yə böləndə tək rəqəm alınırsa, 2 atırıq. 4, 6, 8 üstəgəl 6 eləyəcək. 14, 7. İndi baxaq görək. 6 qrama 312-dirsə, 2 vur 30-a nə qədər istilik effekti var. Yəni reaksiyanın istilik effekti nə qədərdir? 3120 istilik effekti oldu və etanın C2H6-nın Q yanma istiliyi 3120-ni 2-yə bölməklə tapmaq olar.
Bu edir 1560. İndi deyir ki, SH2 qədər fərqlənsə 660 kilojul fərqlənir. Yəni 1 SH2 qədər fərqlənsə. Biz də bilirik ki, S2H6 S5 N heptandan S5H12-dən nə qədər S3H6 qədər fərqlənir? Yəni 3 dənə SH2 qədər fərqlənir deməkdir. O da 3 vur 660 1980 kilojul eləyir. Yəni biz 1560-ın üstünə 1980 kilojul gəlsək, edəcək 3540 kilojul. Yəni onda N pentanın yanma istiliyi bu qədərdir. Keçdik, əgər baxırıq, o biri də S7H16-dır. Bu 5 dənə SH2 qədər fərqlənir. 5 vur 660 edir 3300. 1560-ın üstünə 3300 gələndə 4860 edəcək. Bu birincinin cavabı, bu da ikincinin cavabı. 8-ci suala baxaq. Ardıcıl 2 reaksiya mərhələləri üçün T maddəsinin alınmasının tam reaksiya tənliyini yazın. Yəni, axırda oxdan bu tərəfə T olmalıdır və T də bu tərəfdədir. Yəni, bu reaksiya dəyişməyəcək. Baxırıq və yazaq reaksiyanı. 2x üstəgəl y alınır 2z üstəgəl Q1, 2z üstəgəl y alınır 2t Q2. Və hər tərəfi toplasaq, z-lər gedəcək, 2x üstəgəl 2y alınır 2t Q1 üstəgəl Q2. Çünki iki reaksiyanı toplayırıqsa, istilik effektlərində toplamaq lazımdır. T maddəsinin alınmasının tam reaksiya tənliyini yazmaq. Hər tərəfi 2-yə bölməliyik. X üstəgəl y alınır t Q1 üstəgəl Q2 böl 2. Bu olur. Reaksiya tam deməli alınmasının tam reaksiya tənliyi bu olur. Reaksiyanın istilik effektini hesablayın, o da bu olur. 9-cu sual. Kalsium karbidin əmələ gəlmə istiliyi bu qədərdir. Kalsium üstəgəl C alınır kalsium C2, 2 yazırıq bura. Onsuz da əmələ gəlmə istiliyi ilə istilik effekti bir-birinə bərabərdir. Çünki əmsal 1-dir. Bərabər mol sayda götürülmüş 58 qram kalsium, karbon və kalsium karbid qarışığının 58 qramın içində həm kalsium var, həm karbon var, həm də ki kalsium karbid var. Yəni bunu bilməliyik. Burada deyir ki, bu 3 dənə maddəni havasız mühitdə, havalı mühitdə olsaydı karbon oksigenlə reaksiyaya girərdi. Ona görə elə kalsium karbid qalacaq, kalsiumla karbon reaksiyaya girəcək. Ayrılan istiliyin miqdarını ilkin qarışıqdakı maddələrin ümumi mol sayının cəmini hesablayın. Əgər baxsaq ki, 58 qram 3 dənə maddədirsə, onda bərabər molda götürüblərsə, elə məsələn 2-nin 2-yə götürək. Baxırıq ki, əgər 2-nin 2-yə götürsək, onda 1-in 2-yə reaksiyaya girəcək. Görürük axı buradan əmsallara görə 1 mol buradan artıq qalacaq. 2-nin 2-yə götürsək, onda bu 2 vur 40, bu da 2 vur 12. Yəni bu olacaq 80. Bu da olacaq 2 vur neçə? 24. Bu da olacaq 104. 104 qram. Amma baxırıq ki, bu 58 qramdır. Və onda belə çıxır ki, bunlar 2-nin 2-yə nisbəti götürülməyib. 1-in 1-ə nisbəti ilə götürsək, bundan 0,5 girəcək, bundan isə 1 girəcək. Yenə 1-in 2-yə girəcək. Yəni 1-in 2-yə 0,5-in 1-ə nisbəti kimi bir şeydir. Onda belə çıxır ki, 40-ın üstünə 2 vur 12 eləyəcək 24, 64 qram da. Baxın 58, 60, hələ 58 3-üdür ha. Yəni burada isə 64 qram götürməliyik biz. Görürük ki, 58-dən çoxdur. Əslində 58-dən az olmalıdır. Onda belə çıxır ki, bu 0,5-ə 0,5 götürülüb. Və 0,25 bundan girib, 0,5 isə bunun hamısı girib. Onda biz baxaq görək, bax bu ikisi kalsiumla karbon 0,5 nə qədərdir?
Onda yazıram 0,5 vur 40, əvvəlki qarşığı tapırıq. Ha, hələ reaksiyaya girənə dəymirik. Üstəgəl 0,5 vur 12. Bu eləyəcək 20, bu da eləyəcək 6. Deməli 26 qram budursa, 26 qram ikisidirsə, onda 58-dən 26 çıxıram, 2, 42 qram da budur. 42 nə idi? 2, 5-dən 2, 32 qram. 32 qram da budur. İndi gəlin məsələmizi davam elətdirək. Ayrılan istilik miqdarını deyir, havasız ayrılan istilik miqdarı. Mən də bilirəm ki, bu ya buna görə gedəcəm, 0,5 kalsiyuma görə gedə bilmərəm, artıq qalır. Onda 0,25-ə nə qədər istilik ayrılır bilmirəm, amma 1 mola bilirəm ki, 62,8 istilik ayrılır. X bərabərdir 62,8-i 4-ə bölmüş kimi bir şey 0,25-ə vurmaq. Bu edir 15,7. İndi bizə nə deyir? İlkin qarışıqdakı maddələrin ümumi mol sayını hesablayın. Biz bilirik ki, ilkin qarışıqda, bax yazıram, ilkin qarışıq. 0,5 kalsiyum var, 0,5 karbon var, 32 qram, bu 40 üstəgəl 24, 64, 0,5-də kalsiyum karbid var. Kalsiyum karbidin 0,5 olduğunu hardan bildik? 32 x moldu, amma 64 qram 1 moldu. Bu da eləyir 0,5. Ümumilikdə neçə mol eləyir? 1,5 mol. Bu da olur ikincinin cavabı. 10-cu suala baxaq. Silisium O2 üstəgəl H flor alınır, silisium flor 4 üstəgəl H2O. Əmsallaşdıraq. Əmsallaşdırmağımızı istəyir. Vəssalam. İndi baxırıq ki, burada bərabər kütlədə götürülüb. Biz də baxırıq ki, bu 60-dır, bu isə 80-dir. Onda mən 80-80-ə götürsəm, bərabər qramla, fikir verin, kütlə bərabərdir. Biri x-dir, biri y-dir və baxıram ki, artıq qalan nədir? Silisium O2-dir. Çünki 80-dən əgər bərabər götürsək, onda 80-dən artıq qalacaq 20. Amma 80-dən artıq qalıb nə qədər? 60. Onda 3 dəfə fikir verin, 3-ə vuranda 60 etmirmi? Onda belə çıxır ki, 3 dəfə artıq götürülüb. Yəni 240 götürülüb. Onda 240 götürülübsə 3 dəfə artıq reaksiyaya girib. 180, 240 reaksiyaya girib. Onsuz da bilirik ki, H flor çox olduğuna görə artıq qalmır. 60 da bundan artıq qalır. Onda belə çıxır ki, ya buna görə, ya da buna görə reaksiya tənliyində biz tənasibi qursaq, onda ayrılan istiliyi tapa bilərik. İstilik effektimiz var. 4 vur 20. 4 vur 20 girəndə 188 kilojul istilik ayrılır. 240-a isə x. X da bərabərdir 564 kilojul. 11-ci sualda reaksiya tənliyini yazaq. Sink S üstəgəl O2 alınır, sink oksid üstəgəl SO2 və əmələ gəlmə istiliyi burada biz baxırıq, biz bilirik ki, singesin yanma reaksiya tənliyini yazın deyir və əmsallaşdıraq. 2 yazıram bura, 2 yazıram bura, kükürdə də 2 yazıram, oksigen 6 dənə eləyir bu tərəfdə, ona görə bura 3 yazıram. Və reaksiyanın istilik effektini hesablayın. Biz bilirik ki, istilik effekti ikinci tərəf topla, çıx birinci tərəf. İkinci tərəf 2 vur, əmələ gəlmə istiliyindən söhbət gedir. 350, üstəgəl 2 vur, 300, bu 0-dır. Sink S isə 2 vur, 200 olacaq. Yəni, Q bərabərdir 2 vur 350, üstəgəl 2 vur 300, çıx 400. Bu da edir 900. Yəni birinci reaksiya tənliyini yaz əmsallaşdır, ikinci də 900. 12-ci suala baxaq. Reaksiya tənliyini yazaq. C3H4 əmsallaşdırıb bizə hazır verib. CO2 2 mol su alınır 1560 kilojul. Burada həm yanma istiliyi, həm də istilik effekti bir-birinə bərabərdir. Oksigen M, karbon qazı M plus 1 kütlə olaraq. 4 vur 32, 3 vur 44. Və burada biz tənasübü yerinə yetiririk, M-i tapırıq. 3 vur 44 vur M bərabərdir 4 vur 32 vur M üstəgəl
4 vur 32 1'ə vururuq. Burada 4'lər ixtisar getsə, qalır 3 vur 11'im, yəni 33'im, bərabərdir 32'im, üstə gəl 32, m də bərabərdir 32'yə. M-i tapdıq 32'dir. Deməli, bu 32'dirsə, bu da 33'dür. Cədvəldə verilənlərə əsasən birincini tapdıq. Verilənlərə əsasən propinin yanmasından ayrılan istilik effekti. Fərqi yoxdur. 32'yə görə gedə bilərik oksigenlə. 32'yə x bilmirik nə qədər istilik ayrılıb. 4 vur 32'yə isə 1560. Yəni 1560'ı 4'ə bölmüş oluruq. 390. Bu da ikincinin cavabı. 13-cü sual. Burada natrium 2 SO4 əvvəlcədən görünür ki, 2 dənə mürəkkəb maddə reaksiyaya girir. Alınır natrium xlor, üstə gəl barium SO4. Barium SO4 çöküntüdür. Dönməyən reaksiyadır. Olacaq dəyişmə və yaxud mübadilə də deyə bilərik. İkinci reaksiyada baxırıq. Dəmir üstə gəl H xlor. Burada baxırıq ki, dəmir 2 valentlidir. Dəmir xlor 2 ilə 3 valentli. H xlorla 2 valentli olur. Bu əvəz etmə. Bir bəsit bir mürəkkəb əvəz etmədir. Bir dənə, məsəl üçün, kalsium karbonatın üstünə silisium O2 də əvəz etmə sayılır. Alınır kalsium, silisium O3, üstə gəl CO2. Baxırıq ki, bunu bəsit kimi götürürük. Sadəcə H. Yəni, bu gəlir buradan karbon qazını sıxışdırıb çıxardır, əvəz edir, belə deyək. Bu oldu əvəz etmə. Keçdik ferium OH2, üstə gəl O2, paslanma. Dəmirin ikinci mərhələsinin paslanmasıdır. Alınır ferium OH3, yəni birləşmə. 14-cü suala baxırıq. 2 dənə hidrogen, 1 dənə oksigenlə reaksiyaya girib su alınır 484 kilojol. Hidrogenin yanma istiliyi bölürük 2'yə. Edir 242. 242. Sonra 5,6 litr hidrogen yanmasından ayrılan istilik bilmirəm, amma 22,4'dən elə 242. Bundan bu ixtisar getdi, 4 qaldı. Edir 60,5. Bu 60,5. 72 qram su, istilik soruşur ki, nə qədər ayrılır. 36'ya isə 484. Bu da edəcək x bərabərdir 968. 15-ci sualda ayrılan istilik C3H6 yanma istiliyi verib. Hələ 1 mola görə yazıram. 3 dənə karbon qazı qısa yazıram. Baxıram ki, alınan karbon qazının miqdarı bilmirəm nə qədərdir. 103 kilojol istilik ayrılıb həmin bu x-a və 3 mola isə 2060. X bərabərdir 103 vur 3 böl 2060. Edir 0,15. C2H6'ya da 2 mol karbon qazı alınır. Elə 0,4'ə Y qədər istilik effektidir. 2 mola isə 1560. Y bərabər 0,4 vur 1560 böl 2. Bu da edir 312. Ala baxaq, asetilinin tam yandıqda 650 kilojol istilik ayrılır. Neçə litrə? 11,2. Baxaq. Yandırdım. Karbon qazı və su alındı. 2 atıram bura. 4. Hidrogenə 2. 8. 8'in üstünə 2. 15 mol. İndi baxıram. 11,2'yə 650. 11,2 neçə moldur? 0,5 moldan gedək. 2 mola isə istilik effekti bərabərdir 650 vur 2 böl 0,5 edir 2600 kilojol. Və biz tapdıq ki, burada reaksiyanın istilik effekti
2600 kilojoldur. Onda belə çıxır ki, asetilinin yanma reaksiyasının istilik effekti, yəni birinci 2600 kilojoldur. Amma asetilinin yanma istiliyi yanan maddənin əmsalına bölünür. Yəni 2600 böl 2 1300 kilojol edir. 17-ci suala baxaq. 17-ci sualda biz bu reaksiyanı açıq şəkildə yazaq. Üstəgəl HH. Baxın, belə yazıram. Alınır. Və 45 kilokalori istilik ayrılır. Bizə deyir ki, hidrogen HH rabitəsinin enerjisini hesabla və sonra burada reaksiyasının istilik effektini hesablayın. Əvvəlcə baxaq. Deməli, burada baxırıq ki, biz nəydən istifadə edirik? Hess qanunundan ikinci tərəf çıx istilik effekti, yəni 45 bərabərdir. İkinci tərəf çıx birinci tərəfin cəmi. Əmsal da yoxdur. İkinci tərəf nədir? İkinci tərəf baxıram ki, hansı rabitə? Bu rabitə hanı bu? Yəni 150 kilojol yazıram. 150 kilojol üstəgəl. Sonra bu rabitə karbon, hidrogen, karbon, hidrogen, karbon, hidrogen, karbon 4 dənədir. Karbon, hidrogen 100 eləyəcək. 4 vur 100, 400 çıx mötərəzə. Keçirik birinci tərəf, çıx birinci tərəf. Birinci tərəf hidrogen yoxdur, X yazıram. X üstəgəl və baxıram ki, bax bu rabitə budur 200 üstəgəl. Sonra bu rabitə karbon, hidrogen nə qədədir? 100, 2 dənə olduğuna görə 2 vur 100, 200. Şu, indi 45 bərabərdir. Edir burada X 105. Hesablasaz görəcəksiniz. Bu oldu mənim hidrogen arasında olan rabitə enerjisi. İndi keçdik, deyir ki, C2H2 üstəgəl 2 mol H2 alınır C2H6. Reaksiyasının istilik effektini hesabla. Silirəm bunu silirəm və bu reaksiyanı açıq yazıram. Hidrogen üstəgəl 2 dənə HH belə yazıram. 2 dənə HH alınır C. İndi baxırıq. Burada biz Q-nü tapacaq. Q bərabərdir yenə ikinci tərəf. İkinci tərəf nədir? Bir bu rabitə, yəni 85. Üstəgəl, sonra karbon, hidrogen arasında bax bu rabitələr nə qədərdir? 6 dənədir. 6 vur, karbon, hidrogen 100. Çıx mötərəzə birinci tərəf. Birinci tərəf yenə də nədir? Karbon, hidrogen arasında 100, 200. Üstəgəl, karbon arasında 3 qat rabitə 200. Üstəgəl, hidrogen arasında tapmışıq. 2 vur 105, yəni 210. 210. Və buradan hesablayırıq. Tapırıq 75. Birinci olur 105, ikinci olur 75. 18-ci sualda kalsiumun tam yanma reaksiyasının istilik effekti. Kalsium üstəgəl O2 alınır kalsium oksid, əmsallaşdıraq. 1280. Yanmaya sərf olunan oksigenin həcmi deməli 5,6-ya ayrılan istiliyi X-dır. 22,4-ə bilirik ki 1280-dir. Bundan bu ixtisar getdi 4. X 320 edir. Bu birincinin cavabı. İkincinin cavabı nədir? 640. 640 kilojola oksigen bilmirəm, amma 1280 kilojola oksigenin 22,4-dür. Bundan bu ixtisar getdi ki, X bərabərdir 11,2. Bu da ikincinin cavabı. 19-cu sualda reaksiya tənliklərini köçürək. Xlor 2, 2 dənə P, xlor 3, 560 kilojol.
P xlor 3 üstəgəl xlor 2 alınır P xlor 5 87. Və baxıram, deməli P xlor 5 alınıb. Amma tərəf-tərəfə toplasaq, gəlin ikinci tərəfi 2-yə vuraq. 2, 2, çünki burada da 2 dənə P xlor 3 olsun, burada da 2 dənə. 2-yə vurdum və 87-ni də 2-yə vuranda edir 174. İndi tərəf-tərəfə toplaya bilərik. Əks tərəfdəkilər ixtisara gedəcək. 2P üstəgəl 5 xlor 2 alınır 2 dənə P xlor 5. 734. Tərəf-tərəfə toplayanda istilik effektlərində toplayırıq. Bu olur P xlor 5-in əmələ gəlmə istiliyi və əmələ gəlmə istiliyini hesablayan P xlor 5-in bölürəm əmələ gələn maddənin əmsalını 734 böl 2. Edəcək 367. İndi baxaq görək P xlor 3-ün əmələ gəlmə istiliyini necə tapmaq olar? P xlor 3-ün əmələ gəlmə istiliyini tapmaq üçün elə bu reaksiyaya baxmağımız kifayətdir. Fikir verin, əmələ gəlmə istiliyi nəyə deyilir? 1 mol maddənin əmələ gəlməsi zamanı, bəsit maddələrdən əmələ gəlməsi zamanı ayrılan və yaxud udulan istiliyə deyilir. 1 mol deyəndə 562-yə bölək, eləyəcək 280. Bu da ikincinin cavabı. 20-ci suala baxaq. Ekvivalentli metal yandıqda XO alınır, əmsallaşdırırıq. 4,8-ə 122 kilojul istilik ayrılır. Alınan oksidin əmələ gəlmə istiliyi, mən də bilirəm ki, əgər 610 əmələ gəlmə istiliyidirsə, deməli 2-yə bölünüb yazılıb bura. Olacaq 1220 kilojul istilik effekti. İstilik effektinə də 2x-dir. Onda 2x bərabərdir 48, x də bərabərdir 24. Birincini tapdıq. X-in nisbi atom kütləsini hesablayın və oksigenin mol sayını tapmaq üçün 4,8-ə x-dir. 2 vur 24-ə 1 moldur. X bərabər 0,1 mol. 21-ci sualda karbon qazını verir 5,6. 5,6-ya nəyi soruşur? Suyu soruşur. X 22,4-ə isə 36. Bununla bu ixtisar getdi. 4. X bərabərdir 9. Sonra istiliki soruşur. Elə 9-a görə də tapa bilərik. 9-a X, amma 36-ya 880. Bununla bu getdi 4. X bərabərdir 220. 2xs üstəgəl 3 dənə O2 alınır XO 2 dənə 2 dənə SO2 verir ki 19,4 qram. Tam yanmasından ayrılan istilik miqdarı, yəni 19,4-ün yanmasından ayrılan istilik miqdarı 40-dır. Deməli 1 mol əgər bu yanma istiliyidirsə istilik effekti olacaq 400. Əgər 1 mola götürürüksə elə 200 yaza bilərik. Bunu 1 mol götürək. X üstəgəl 32. Bununla bu ixtisar getdi. Burada qaldı 5. X üstəgəl 32 bərabərdir 97. X da bərabərdir 65. 65. İndi 65 oldu X-in kütləsi. Yəni nisbi atom kütləsi. Reaksiyanın istilik effekti də olacaq elə 400. Çünki 2-yə vurub tapa bilərik. 400. 23-cü suala baxırıq. 23-cü sualda S2H5OH-ın yanma S2H5OH üstəgəl O2 əmsallaşdıraq. Əmsallaşdırmağa da biraz problemli ola bilər. Çünki burada oksigen var. 2-ni yazdım bura, 3-ü yazdım bura. 2, 2, 4. 4-ün deməli üstünə 3 gələndə eləyəcək 7. 7-dən 1 çıxıram. 6, 3-ü də bura yazıram ki, burada 1, burada 6, ümumi 7 olsun. Yəqin ki, başa düşdünüz. İndi keçək nəyə? Bizə deyir, yanma reaksiyasının istilik effektini tapmaq üçün ikinci tərəf
Yəni 2 vur A, üstə gəl 3 vur su B, çıx. Bu əmələ gəlmə istiliyi yoxdur. C. Olacaq 2A üstə gəl 3B, çıx C. Bu olacaq istilik effekti. Spirtin yanma istiliyi isə istilik effektinə bərabərdir. Səbəb çünki əmsal 1-dir. Ona görə elə ikinci cavabda bu olacaq. Yəni birinci, ikinci də elə budur.